Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib. Yarmarkada 33 işə götürən iştirak edib və 300-ə yaxın vakansiya təqdim olunub. İmtahan da verirəm, müsabiqədən keçirəm, deyirlər yararsızdır. Amma səbəbini demirlər ki, nə məqsəddən götürmürlər. Faizilə Əlizadə 2020-ci ildə Sumqayıt Dövlət Universitetini bitirib. Tarix ixtisası üzrə ali təhsil alsa da bugünə qədər rəsmi iş yeri olmayıb. Müvəqqəti olaraq 2021-22-ci illərdə satış agenti kimi fəaliyyət göstərmişəm, amma əmək kitabçası olmadan, yəni qeyri-rəsmi. Daha sonra öz rayonumda, İmişli rayonunda 3 ay Lambardda işləmişəm təcrübəsi kimi. Hal-hazırda iş istəyirəm, öz ixtisasım üzrə iş axtarıram. Bu ümidlə də üz tutub paytaxtda təşkil olunan əmək yarmarkasına. Burada həm ixtisaslı, həm də ixtisassız sahələr üzrə vakansiyalar təqdim olunur. Texnologiya kollec bitirib, amma okeydir də. Stajı falan hər biri bizim üçün uyğun sayılır. 60 yaşa qədər şəxslər qabiyan xadimə kimi vakansiyalara müraciət edə bilərlər. Daha əlçatan vakansiyalardır. Biz tələb edirik ki, həmin şəxslər dəqiq, məsuliyyətli, işinə həvəslə, sərqə ilə yanaşan şəxslər olsun. 30-a qədər müraciət gəlmişdi. Onların arasında da bizə ən uyğun olan namizədlərə əlbəttə ki, iş yeri aça bilərik. Hal-hazırda mühasib təcrübəçi, bir də kiçik mütəxəssis. Mühasib təcrübəçi, yəni müəyyən baza biliklər lazım deyil. Sadəcə kompüter, Excel bu biliklər olsa kifayət edir. Çünki zaten yəni iş prosesi öyrədilir təcrübə proqramında. Reklam agenti orta ixtisas təhsili ilə çalışmağı normaldır və düzgün qablaşdırıcı isə yenə də orta ixtisasla. Təcrübəsi çalışırıq ki, biz ona köməklik göstərib təcrübə qazandıraq. Ən azından o da bizimlə çalışa bilsin. Ən çox tələbat informasiya texnologiyaları və mühəndislik sahəsindədir. Vakansiyalar üzrə maaş 400-dən 3500 arası dəyişirdi və yetərli qədər gənclərin tələbi var. Mən gəzdim, yarmarka sahibkarlarla görüşdüm. Tələb yetərlidir və CV-lər yığılıb. İlkin olaraq CV-lərin dəyərləndirilməsi olacaq və daha sonra onların işə qəbul prosesi bizim tərəfimizdən təqib olunur. Ümumilikdə isə yarmarkada 33 işə götürən iştirak edib və 300-ə yaxın vakansiya təqdim olunub. Bir neçə yerə müraciət elədim, sənədlərimi göndərdim. Dedilər ki, əlaqə yaradacağım. Ümid edirəm ki, iş tapa biləcəm. Türkiyə Əlisoy, Ceyhun Hüseynli, İTV Xəbər.